Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yanvarın 27-sində Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 2-4, gündüz 4-6 dərəcə isti təşkil edəcək. Doğru Xəbər Azərbaycan bildirir ki, Naxçıvanda da sabah arabir yağıntı ehtimalı var. Bəzi yerlərdə sulu qar yağacaq. Temperatur 2-4 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında yağış, qar yağacaq. Lənkəran Astara zonasında yağıntılar intensiv olacaq. Ayrı-ayrı yerlərdə duman gözlənilir. Qərb küləyi arabir güclənəcək. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 5-9 dərəcə isti. Dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.